Bugün milli qəhrəman şəhid general-mayor Polad Həşimovun doğum günüdür. O 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Polad Həşimov 2016-cı ilin aprel döyüşlərində Talış qəsəbəsi uğrundakı əməliyyatlara rəhbərlik edən 1-ci Ordu Korpusunun qərargah rəisi olur. Birbaşa döyüşlərdə iştirak edən hərbçi yaralanır. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. O daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun qərargah rəisi təyin olunur. Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. General-mayor iyulun 15-də 2-ci Fəxri Xiyabanda dəfn edilir. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Azərbaycanın milli qəhrəman adı verilir. Ailəli olan şəhidin 2 oğul və 1 qız övladı var.